Sumqayıt şəhər 56 nömrəli Körpələr evi uşaq bağçasında 8 noyabr Zəfər gününün 5-ci il dönümü münasibəti ilə möhtəşəm bayram tədbiri keçirilir. Tədbir böyük coşqu və vətənpərvərlik ruhunda baş tutub. Bayraq, vətən və zəfər mövzularını özündə əks etdirən bu tədbir uşaqların vətən sevgisini, qürur hissini və milli ruhunu ifadə edən mənalı səhnələrlə yadda qalıb. Balaca fidanların səmimi çıxışları, ifa etdikləri şeirlər və mahnılar zalda alqışlarla qarşılanıb. Bağçanın müdiri Zöhrə İsmiyeva və onun rəhbərlik etdiyi fədakar pedaqoji kollektiv balaca körpələrin vətənpərvərlik ruhunda böyüməsi üçün əllərindən gələn əsirgəmirlər. Onlar uşaqlara yalnız bilik və bacarıq deyil, həm də vətənə, torpağa və bayrağa sevgi aşılayırlar. Bu məqsədlə bağçada mütəmadi olaraq vətənpərvərlik yönümlü tədbirlər, maarifləndirici məşğələlər və yaradıcı proqramlar həyata keçirilir. Zöhrə İsmiyevanın rəhbərliyi ilə 56 nömrəli Körpələr evi uşaq bağçası bu gün Sumqayıtda nümunəvi tərbiyə müəssisələrindən biri kimi tanınır. Onun pedaqoji bacarığı, idarəçilik və təcrübəsi və uşaqlara qarşı qayğıkeş münasibəti həm kollektivin, həm də valideynlərin böyük rəğbətini qazanıb. Tədbir zamanı müəllim və tərbiyəçilərin hazırladığı bədii kompozisiyalar, uşaqların ifasında səslənən vətənpərvərlik mahnıları və şeirlər Zəfər gününün ruhunu yaşadıb. Balacaların gözlərində parlayan sevinç, səmimi duyğular və fəxr hissi bu bayramın əsl məzmununu tamamlayıb. Sonda Zöhrə İsmiyeva çıxış edərək vurğulayıb ki, uşaqların milli dəyərlər ruhunda tərbiyəsi gələcək nəsillərin vətənə sədaqətinin və xalqımıza sevgisinin təməlidir. O bildirib ki, Zəfər gününü qeyd etmək hər bir Azərbaycanlının qürurudur və bu qürurun ən təmiz daşıyıcıları məhz uşaqlardır. Elvin Qudratov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.